Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Bildiyimiz kimi MİQ imtahanına artıq sayılı günlər qalıb və bunu nəzərə alaraq günbəgün təkrar layihəmizi sizlərə təqdim edirəm. İmtahana qədər inşallah bir problem çıxmasın. Hər gün sizlərə üstün bölmələrdən qarışıq sualların izahını təqdim edəcəm və bu suallar sizə imtahanda böyük köməklik göstərəcək. Vaxt itirmədən keçək suallarımızın izahına. Birinci sualımız mövzu olaraq kater məsələsindən bağlıdır. Motorlu qayıq 2 məntəqə arasındakı məsafəni çayın axını ilə 8 saata, axına qarşı isə 12 saata gedir. Qayıq bu məsafəni durğun suda neçə saata gedir? Qeyd eləmişik ki, nəinki kater məsələlərində ilə sürət məsələsinin digər tipləri olsun, bu iş məsələsinə də aid edilə bilər və s. Sadəcə zaman verilibsə, burada nə yoldan söhbət gedir, nə sürətdən söhbət gedir. Biz bu verilən zamanlara bir xəyali ədəd tapırıq. Tapdığımız xəyali ədəd bu məsələdə bizim yolumuz olacaq. 8 saat və 12 saata biz uyğun bölünən ədəd 24 tapa bilərik. 48 də ola bilər, daha böyük ədədlər də ola bilər. Ağlımıza ilk gələn ikisinə bölünən ədəd 24-dür, 24-ü götürə bilərik. Burada götürdüyümüz 24 bizdə məsafə olacaq. Axın ilə 8 saata getdiyindən 24-ü böləcəksən 8-ə bərabər eləyəcək 3. 24-ü böləcək 12-yə bərabər eləyəcək 2. Axın ilə hər zaman sürətlər toplanır. Kater məsələlərində bunu qeyd eləmişik. Buna əsasən qayıq üstəgələk çay bərabərdir 3 km bölünsün saat. Axın ilə sürət olduğuna görə. Axına qarşı sürət isə qayığın sürətindən çayın sürəti çıxılacaq. Qayıq çıxılsın, çay bərabər 2. İndi gəlirik növbəti vacib məsələyə. Kater məsələlərində axın ilə və axına qarşı sürətlər verilibsə, topla böl 2 bərabərdir qayığın və ya katerin sürəti, çıx böl 2 bərabərdir çayın sürəti. İndi baxırıq məsələnin sonundakı suala və bizə qayıq mı lazımdır, yoxsa kater mi, çay mı lazımdır, bunu müəyyənləşdirəcək. Qayıq bu məsafəni durğun sudur. Durğun su göl deməkdir, yəni axarsız sudur. Bu zaman burada qayıq ancaq öz sürəti hesabına hərəkət edir və biz buna əsasən qayığın öz sürətini tapacağıq. Qayığın öz sürətini necə tapırdıq? Toplayıb 2-yə bölürdük. 3 üstəgələk 2 bölünsün 2. Təbii ki, indi burada böyük ədədlər götürsəz bölünən tam ədəd alına bilər. Amma onluq kəsirdən qorxmaq lazım deyil. 3 üstəgəl 2 böləndə elədi bu nə qədər? 5, 2,5. İndi belə bir sual yarana bilər ağlınızda ki, müəllim 2,5 qayıq üçün sürət azdır və s. Biz burada xəyali ədəd götürürük. Bunlar şərti olaraq götürülür. Məsələnin taleyinə bunun 2,5 və 7,5 olmasının bir təsiri yoxdur. İndi artıq qayığın sürətini tapdıq. Bu qayığın öz sürətidir. Bizdən bu məsafəni, hansı məsafədən söhbət gedir? Götürdüyümüz 24 kilometrdən və 24 metrdən danışırıq. 24-ü böləcəyik 2,5-ə. 24-ü də 2,5-ə böləndə 9,6 saat eləyir. Doğru cavab C variantı. Növbəti suala baxırıq. Yaş məsələsindən bağlıdır. Atanın yaşı 3 oğlunun yaşları cəmindən 6 vahid çox. Ortancıl oğlunun yaşının 4 mislindən 2 vahid az. Kiçik oğlunun yaşının 5 mislindən 1 vahid çoxdur. Böyük oğlunun yaşı kiçik oğlunun yaşının 2 mislindən 1 vahid çoxdur. Atanın yaşının rəqəmləri cəmini burada cəmi olmalıdır. Rəqəmləri cəmi neçədir? Baxaq. Atanı ilə A hərfindən işarə eləyək. Burada böyük oğul var, ortancıl oğul var və kiçik oğul var. Böyük oğlunun yaşını X, ortancıl oğlunun yaşını Y, kiçik oğlunun yaşını Z qəbul eləyirik. İndi baxaq. Atanın yaşı, yəni A bərabərdir. Üçünün yaşları cəmindən 6 vahid çoxdur. X üstəgələk, Y üstəgələk, Z üstəgələk 6. Sonra davam eləyirik. Ortancıl oğlunun 4 mislindən 2 vahid azdır. Atanın yaşı, ortancıl oğlunun 4 mislindən 4Y-dən 2 vahid azdır. Burada az olan atadır. Ona görə bunun üzərinə 2 gəlirik. Atanın yaşının üzərinə 2 gəlir ki, ortancıl oğlunun yaşının 4 mislinə bərabər olsun. Bunu da yazdıq. Növbəti cümlə. Kiçik oğlunun yaşının 5 mislindən 1 vahid çoxdur. Ata bərabərdir. Bunun hamısı ataya aiddir. Həmçinin süzv kimi yazıb. Kiçik oğlunun yaşının 5 mislindən. Kiçik oğlunun yaşı Z-dir. Z-in 5 misli 5 Z üstəgələk 1. 1 vahid çoxdur. Onda bunun üzərinə 1 gəlir ki, bərabərliyimiz ödənsin. Sonra nə qaldı bizdə? Böyük oğlunun yaşı kiçik oğlunun yaşından. İndi böyük oğlunun kiçik oğlunun arasında əlaqə quraq. Böyük oğlunun yaşı X-dir. Kiçik oğlunun yaşının 2 mislindən, yəni Z-dən 2 Z-dən 1 vahid çoxdur. Bunun üzərinə gəlirik 1. 2Z üstəgələk 1. Bu bizim aldığımız vacib hissələrdir.
İndi bunları biz birləşdirəcəyik, əlavə eləyəcəyik, əvəz eləyəcəyik. Gəlib nəticə olaraq tənliyimizi almağa çalışacağıq. Cavab almağa çalışacağıq. Baxanda görürük ki, müəllimlər, bizdə çoxluq təşkil edənlər z-dərdir. Mən bunun hamısını z əsasına gətirməyə çalışıram. Baxaq. Burada atanın yerinə, yəni A hərfinin yerinə 5z, bax buradan bunu aydın təzədən aşağıdan yazıram. Bu A-nın yerinə yaza bilərəm 5z üstəgələk 1. Neynədik? Bax bu A-nın yerinə bunu yazdım. 5z üstəgəl 1. Bərabərdir. X-in yerinə yazıram 2z üstəgələk 1. Burada z ilə onsuz da işimiz yoxdur, özü qalıb. Qalır indi mən burada bu y-i təyin eləməyim. Y-i z ilə əlaqələndirməliyəm. Bunu da necə əlaqələndirəcəyik? Baxın, biraz diqqətli olsaq görərik ki, buradakı bu A-nın yerinə gətirib 5z üstəgəli 1 yazsaq, y-ilə əlaqələndirmə eləyə biləcəyik. Yazıram bura 5z üstəgələk 1, A-nın yerinə yazdım. Üstəgələk z bərabərdir 4y. Məqsədimiz y-i də z ilə ifadə eləməkdir. Buradan alınacaq, nə alınacaq? 4y bərabərdir 6. Burada 5z idi. Biz dedik burada demək A-nın yerinə gətirib 5z üstəgəl 1 yazdıq. Bu 2-dir burada. Bu z deyil, bu çaşdırması. 4y bərabərdir 5z üstəgələk 3. 5z üstəgələk 3. Y-i də tapsaq buradan 5z üstəgəl 3 bölünsün 4. Əla. Artıq y-in də yerinə üstəgələk. Bax bu birincidə gətirib hamısını yerinə yer. A-nı 5z üstəgəl 1 yazdıq. X-in qiymətini 2z üstəgəl 1 tapdıq. Y-in qiymətini 5z üstəgəl 3 böl 4 tapdıq. Üstəgələk z ilə işimiz yoxdur. Üstəgələk 6. Bunu yazandan sonra hər tərəfini 4-ə vurarıq. 20z üstəgələk 4 bərabərdir 8z üstəgələk 4 üstəgələk 5z üstəgələk 3 üstəgəl 4z üstəgələk 24. Neynədik? Hamısını 4-ə vurduq ki, kəsirdən azad olaq. Bax, bu tipli suallarda biraz diqqətli olmaq lazımdır. Mənim hövsələm çatmadı, suallar yazmağa ərindim və s. Böyük x-lər, z-lər alınanda ruhdan düşmək lazım deyil. Burada 8, 5, 13, 17z bu bir tərəfə keçir, 20-dən çıxır qalır 3z. Sonra 4, 3, 7, 21 ilə 31, 31-dən də 4-ə çıxanda qalır elə 27. Z də bərabər 9. Z-i biz 9 tapdıq. Bizdən isə atanın yaşının rəqəmləri cəmini soruşur. Əvvəlcə atanın yaşını tapaq. Atanın yaşı 5z üstəgəl 1 idi. 5 vurulsun 9. Z-in qiyməti 9 üstəgələk 1. 45, 45-in üzərinə 1 gələndə 46. Atanın yaşı 46-dır. Amma bizdən atanın yaşının rəqəmləri cəmini soruşur. 4 üstəgələk 6 bərabər 10. Doğru cavab elədir. C variantı. Yaş məsələsindən bağlı gözəl bir sual idi. Növbəti, 3-cü məsələmiz faiz ilə bağlıdır. Faiz məsələsini bu tipli suallarda baxın. Maaşının 20%-ni qida xərclərinə, qalanın 40%-ni, sonra qalanın 25%-ni, daha geriyə qalan 25%-i müəllimlər bu tiplərdə biraz ilişə bilər. Ona görə mən bu tipli məsələlərdə müəllimlərə daha rahat olsun deyə həmişə qeyd edirəm ki, sondan gedək. Sondan gedəndə bu məsələ bir növ bizim üçün daha əlçatımlı olur. Baxın, ən sona baxaq deyə geriyə qalanın 25%-ni oğlu üçün cib xərcliyi verdi və 243 manat pulu qaldı. Hər bir şey 100% götürülür. 25%-ni oğlu üçün cib xərcliyi verəndən sonra neçə faizi qalır? 75%. Bəs tam olaraq nə qədər qalır? 243. Demək 75% 243 olan ədədi tapacaq. Bunu ümumiləşdirib də bir qayda kimi demək olar ki, müəllimlər, bax bu tipli suallarda, sırf bu tipli suallarda hər dəfə bu qədər, qalanın bu qədər verilirsə, sondan gedəndə o qalan faizi çıxırıq, qalan faizi ədədə bərabər eləyirik və bu da faizinə görə ədədin tapılmasıdır, geriyə gedəcək. Faizinə görə ədəd tapmaq üçün ədədi 100-ə vurub faiz göstərən ədədə böləcəyik. Burada ixtisarlarımızı eləsək 25-ə 3, 25-ə 4, 3-ə 1 buradan alınır 243, 81, 81 4-ə vurduq 324. Aha, indi 324 qaldı. Gəlir indi bu 324 kommunal xərclərdən sonra qalan puldur. Bəs nə qədərini kommunala xərcləyib? 25%-ni kommunala xərcləyib. Geriyə nə qədər qalıb? 75%. Demək 75% bu dəfə 324 olan ədəd. Təzədən 324-ü vuracağıq 100-ə, böləcəyik 75-ə. Yenə 25-ə 4, 25-ə 3. Buradan 3-ə 1,
324 3'ə böləndə 108 alınır. 108-i 4-ə vurduq. Elədi nə qədər? 432 manat. İndi artıq bu 25% ilə bu 25% getdi. İndi gəldik nəyə? Bu mənzil kirayəsindən sonra qalan puldur 432. Bəs mənzilə nə qədər gedir? 40%-ni. Geriyə nə qədər qalır? 60%. Təzədən 60%-i 432 olan nədir? 432 vurulsun 100 bölünsün 60. 20'ye 5, 20'ye 3, sonra buradan da 3 ise 1, 432 ise 144, 144 de 5'e vuranda 720. Sonra en sonda nə qaldı? 40% də getdi. Qida xərcindən sonra, qida xərclərindən sonra qalan pulu 720-dir. Qida xərclərini nə qədər verib? 20%. Geri neçə faiz qalıb? 80%. Yenə 80%-i 720 olan ədəd tapacağıq. 720 vurulsun 100 bölünsün 80. Burada da biz ixtisarlarımızı eləsək 80 ilə 729 900 manat. Başlanğıcdan da getmək olar, X də götürüb getmək olar. Mən belə başa düşürəm ki, praktikamızdan görürəm ki, müəllimlər bu üsulu daha çox bəyənirlər və bir növ onlar üçün daha yadda qalıcı olur. Növbəti sualımız həndəsə ilə bağlıdır. Həndəsə ilə bağlı maraqlı bir sualdır. Bilirik ki, son imtahanlarda, MİQ imtahanında bu fiqurlar fərqli formada düzülüşü və s. bax, bunlarla bağlı suallar düşür. Birinci şəkildə ABCD kvadratının içinə bir-birinə bərabər 6 ədəd düzbucaqlı yerləşdirilmişdir. Daha sonra bu düzbucaqlılar ikinci şəkildəki kimi düzülmüşdür. ABCD kvadratının sahəsi 144 kvadrat santimetrdir. Bunun sahəsi 144 kvadrat santimetrdirsə, demək tərəfi 12 santimetrdir. Onda 12 santimetrdirsə 1, 2, 3, 4, 5, 6, 12'nin 6 yerə böləndə bura 2, bura 2, bura 2, bura 2, bura 2, bura 2. Yəni, bax, bunun birinin eni 2 santimetrdir. Uzunluğu isə 12 santimetrdir. Əl. İndi eyni bu kvadrat fiqur düzbucaqlıları götürüb fərqli bir fiqur düzüblər ikinci şəkildə. Bizdən bunun perimetrini soruşur. Burada konkret olaraq görünən ölçüləri biz rahat yazaq. 12 buradır. 12, 12, bura 12. İkiləri qeyd edirik. Buradan rahat olsun. Məndə burada sıxıntı yaradacaq hissə hansıdır? Baxın, bunu fərqli rənglə qeyd edirəm. Buradan bura qədər və buradan bura qədər bilmirəm. Sonra buradan bura qədər və buradan bura qədər mən bilmirəm. Bu da belə deyə də bunu tapmaca kimi 12-ci cəmi nə ola bilər? Belə yox. Yəni qaydasını bilmək lazımdır. Burada bunun bütövünü biz 12 olduğunu bilirik də müəllimlər. Onda bax bura x desək, bura 12 minus x deyirik. Toplasaq 12 eləyəcək. İndi təzədən bura 12 minus x-dir. Onda bura nəyə bərabər? Bax bura x-dirsə, buranı da yəni belə götürsək, bura x-dirsə, burada 12 minus x olacaq. Aydın oldu. Bax bu formada bunu rahatlıqla yaza bilərik. Nəyə görə bunu buranı biz 12 minus x götürdük, buranı x götürdük? Çünki bura 12 minus x ise burada avtomatik x olur ki, toplayanda x-lər getsin və nəticə olaraq bunun bu hissəsinə bərabər olacaq da 12 olacaq yenə də. Bu hissəsi aydındır 12 minus x. İndi keçirik nəyə? Buranı da fərqli dəyişənlə ifadə edək. Çünki burada biz x bərabər elə bilmərik. Bura y götürsək, bura y götürsək. Bura 12 minus y-dir. Onda bura y-dir. Bura baxın y 12 minus y. Aha, 12 minus y. Bunu bu formada qeyd elədik. Və buranı biz dediyimiz kimi 12 minus y ise burada y olmalı ki, bunlar toplayanda 12 eləsin. İndi bura y ise onda bura 12 minus y olacaq. Növbələşir də. Harada növbələşində qeyd elədik. İndi bura 12 minus y ise bura olacaq 12. Burada olacaq 12 minus y. Əslində bu, yəni bunu biz isbat edirik ki, bu həlli niyə belə yazırıq. İndi gəlin, baxaq. Artıq hesablamamızda bir problem yoxdur. Tam görsənənlər 12, 12, 12, 4 vurulsun 12. Üstə gələk, ikilərə baxaq. 1, 2, 3, 4. 4 vurulsun 2 kimi qeyd edirik. Daha doğrusu 1. Burada da ikilərimiz var, yaddan çıxarmırıq bunu. 1, 2, 3, 4, 5, 6. 6 vurulsun 2. Üstə gələk. İndi mənə lazım olan buranın bu x-i üstə gələk. Buradakı bu 12 minus x. Sonsuzda bir-birini bunlar növbələşəcək. 12 minus x. Üstə gələk. Buradakı bu y. Üstə gələk. Buradakı bu 12 minus y. 12 minus y. Bu y ilə bu y gedir. Bu x ilə də bu x gedir. Onda elə bil 2 dənə də 12 buradan yaranır. Burada yarandı 48. 4 dəfə 12. 12. Üstə gələk 24. Toplasaq eləyəcək 84. Bunlar 60 eləyir. 60'dan 24. 84 santimetr.
Yəni amma biz bunu burada sizin üçün isbat edirik. Yəni gözümüzü yumub bununla bu 12-dir deyə bilmərik. Aydın oldu. Bu qədər müəllimlər. Kanala abunə olub paylaşmağı unutmayın. Suallardan neçə səhv, neçə düz olduğunu da videonun rəy bölümündə qeyd edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarda görüşərik. Hələlik.